Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugünkü videomuzda sizin üçün Lerikin ən dadlı, ləzzətli və məşhur şirniyyatlarından biri olan zeyran çörəyi hazırlayıram. Əvvəlcə mayanı aktivləşdiririk. 1 çay qaşığı quru mayanın üzərinə 2 çay qaşığı ümumilikdə götürdüyümüz 1 kiloqram undan əlavə edirik üzərinə. Bir də ümumilikdə bizə lazım olacaq 500 ml, yəni 2 stəkan yarım süd. Bu süddən də 5-6 yemək qaşığı əlavə edirik içərisinə və mayanı unla yaxşı-yaxşı qarışdırıb açırıq. Üzərini örtüb bir kənarda gözlədirik ki, mayamız aktivləşsin. Onu da qeyd edim ki, süd mütləq ilıqdan azca isti olmalıdır, amma qaynar olmalı deyil. Və quru ərzaqlarımızı qarışdırırıq. Burada 1 kiloqram una, 1 yemək qaşığı şəkər tozu və yarım çay qaşığı duz, yarım çay qaşığı da sarı kök əlavə edib qarışdırırıq. Üzərinə 2 ədəd ağlı sarlı yumurta, 200 qram ərinmiş kərə yağı və aktivləşmiş mayanı əlavə edirik. Üzərinə də qalan südü əlavə edərək yumşaq, ələ yapışmayan bir xəmir yoğururuq. Dəyərli izləyicilərim, kim hardan videolarımızı izləyirsə, hər birinizdən çox xahiş edirəm ki, zəhmətə dəyər verib, saniyənizi ayırıb, yuxarıda gördüyünüz bəyən düyməsinə toxunaraq videolarımızı bəyənməyi unutmayın. Əgər bəyənirsinizsə, mütləq yaxınlarınızla da paylaşın. Siz də bu cür kanalımızın böyüməsində mənə çox böyük dəstək olmuş olarsınız. Dəstək olan hər kəsdən də Allah razı olsun. Hər birinizə ayrı-ayrılıqda öz təşəkkürümü bildirirəm. Südü də gördüyünüz kimi hissə-hissə əlavə edərək xəmirimi yoğururam. Onun növündən asılı olaraq ola bilər ki, 2-3 yemək qaşığı artıq da süd istifadə oluna bilər. Amma mütləq xəmir yoğurarkən çalışın ki, yumşaq bir xəmir yoğurun. Yəni zeyran çörəyinin xəmiri mütləq yumşaq olmalıdır. Yumşaq olmalıdır ki, hazırlayacağınız o çörəklər də yumşaq alınsın. Yox, bərk olarsa onda onlar da quruyar, bərk alınır. Ona görə mütləq yumşaq bir xəmir yoğurmaq lazımdır. Xəmiri yaxşıca yoğurduqdan sonra baxın gördüyünüz kimi yağlı xəmir olduğu üçün qətiyyən ələ yapışqanlığı da yoxdur. Üzərini örtüb saat yarımlıq mayalanmağa qoyuram. Və burada da artıq zeyranın içliyini hazırlayıram. İçlik üçün bizə 200 qram, yəni 1 stəkan dolu şəkər tozu lazımdır. 200 qram da kərə yağını əridirik və mütləq tortasından, yəni ayranından ayırmaq lazımdır. Buna görə də mən gördüyünüz kimi yağı tam qaynatmışdım. Tortasından ayrılmışdı və süzgəcdən süzdüm. Üzərinə 1 çimdik duz və çay qaşığının ucunda çox az quru maya əlavə edirik. Yarım çay qaşığı sarı kök və 1 çay qaşığı hil əlavə edirik. Hil olmasa və ya hildən istifadə etmək istəməsəniz, onda hilin əvəzinə 1 paket vanildən də istifadə edə bilərsiniz. Amma mütləq 200 qram kərə yağını yaxşıca qaynadın, tortasından ayrılsın və isti halda, qaynar halda belə süzgəcdən süzürük. Duzun, sarı kökün və ədviyyatın hil və ya vanil əlavə edirik. Yaxşı-yaxşı qarışdırıb unu əlavə edirik və başlayırıq bu umacı hazırlamağa. Zeyranın içliyinin hazırlanması biraz yəni vaxt aparandır. Yəni bunu birbaşa digər umacılar kimi qarışdırıb kənara qoymaq olmaz. Hardasa bir 30-35 dəqiqə müddətində bu cür əllə ovulmalıdır. 4 stəkan undan istifadə etdim. Əvvəlcə 3 stəkan un götürdüm. Baxdım ki, azlıq elədi, çünki yağım qaynar haldaydı. Yəni isti-isti elə süzgəcdən süzdüm. Ona görə mən 4 stəkan undan istifadə etdim. Və əlimlə hardasa bir 30-35 dəqiqə ovdum. Bunun hazır olmağını necə biləcəksiniz? Əlinizlə o qədər ovacaqsınız ki, artıq görəcəksiniz ki, belə xışıltı səsi gəlir. Şəkər tozu tamamilə əriməlidir. Yəni diri-diri qalmalı deyil. Bu cür olduqda həmin o xışıltı səsini eşitdikdə biləcəksiniz ki, artıq içlik hazırdır. Yenə də qeyd edirəm, mən hardasa bir 30-35 dəqiqə müddətində əlimi dayandırmadan umacı ovdum, hazır etdim. Və artıq xəmirimiz də çox gözəl mayalanıb. Xəmirdən maya qoxusunun gəlməmək üçün əvvəlcə havasını alıram. Daha sonra isə mən xəmiri 10 kündəyə bölürəm. Yəni 1 kiloqram undan 10 ədəd zeyran çörəyi alınır. Əvvəlcə xəmirin kütləsini tərəzidə çəkdim ki, yəni eyni bərabərdə olsun kündələrin. Biri böyük, biri kiçik olmasın. Xəmirin kütləsini tərəzidə çəkdikdən sonra həmin xəmirin kütləsini də 10 hissəyə bölürəm. Və kündələrim neçə qramdan gəlirsə, o qramdan da kündələrimi tuturam. Kündələrin də üzərini salafanla örtüb bir 20-25 dəqiqə mütləq gözlədirəm ki, mayasını alsın ki, forma verərkən rahatlıqla formaya salaq. Və gördüyünüz kimi mən burada içliyi də çəkdim. İçliyin də ümumilikdə kütləsi nə qədər edirsə, içliyi də mən 10 hissəyə böldüm və 92 qramdan, hər kündəyə 92 qramdan içliyim düşdü. Birinə az, birinə çox düşməsin deyə siz də bu cür tərəzidə çəkə bilərsiniz. Və artıq kündələrim də çox gözəl mayalanıblar, yumşalıblar. Kündələri bir-bir götürürəm. Baxın, görürsünüz, orta hissəsini
çox incəltmirəm. Kənarlardan biraz incəldirəm və adi soyuq su götürmüşəm. Kənarları yaxşı yapışsın deyə biraz kənar hissələrinə adi soyuq su vururam. Daha sonra isə içlikdən əlavə edirəm tən orta hissəsinə və bükürəm. Mən bükən kimi birbaşa kənarlarını naxışlamadım. Əvvəlcə hamısına belə içlik əlavə edirəm. Bu cür gördüyünüz kimi bükürəm və bükərkən mütləq əlinizlə bu içliyi içəri tərəfə sıxın ki, kənar hissələrə, xəmirin kənarlarına içlikdən dəyməsin. Xəmirin kənarlarına içlikdən dəysə, onda biraz bükülməyi çətin olur. Ona görə mütləq çalışın ki, xəmirin kənarlarına içlikdən dəyməsin. Bir-bir gördüyünüz kimi, baxın bu cür hamısını büküb yığıram. Yenə də qeyd edirəm, baxın orta hissəsini çox incəltmirəm, kənar hissələrini incəldirəm və çəngəllə görürsünüz bir neçə yerdən hər dəfəsində deşirəm ki, bişərkən artıq qabarmalar olmasın xəmirdə. Və içlikdən yenə də çəkmişəm. Hər xəmirin içərisinə 92 qramdan içlikdən əlavə edirəm tən orta hissəsinə. Bükərkən də yenə də mütləq, baxın belə barmaqlarımla elə bil ki, içliyi içəri tərəf sıxıram ki, xəmirin uc hissələrinə dəyməsin. Yəni uc qisminə, bükdüyümüz qismə dəyməsin ki, yaxşı bükülsün kənarları. Və bu cür hamısını hazırlayıb yığıram. Daha sonra isə artıq başlayıram kənarların şəkərbura kimi bükməyə. Bir neçə il öncə yadınızdadırsa, mən zeyrən çörəyinin hazırlamasını lerikdə çəkib sizlə paylaşmışdım. Orada lerikli Züleyxa anamız bizim üçün bişirmişdi bu zeyrən çörəyinin. Mən də videosunu çəkib sizlə paylaşmışdım. Çox gözəl bişirmişdi həqiqətən də. Və mən zeyrən çörəyinin hazırlamasını sırf orada Züleyxa anadan öyrəndim. Və bugün də ilk dəfə olaraq özüm də bişirdim, sizlərdən paylaşdım və çox da gözəl alındı. Sadəcə mən burada zeyrən çörəyini çox incə yaydım. Siz çalışın yayarkən çox incə yaymayın. Yəni çox incə yayanda biraz xəmir nazik çıxır. Qalanda quruya da bilər. Ona görə mütləq yayarkən, baxın burada sizə göstərirəm. Kənarların ki, bu şəkərbura kimi bükürük, sonra üst hissəsini çeviririk. Baxın alt hissədən buradan belə yayırıq. Yayanda mən biraz çox incə yaydım. Amma siz bu qədər incəltməyin. Pişəndə biraz istəyirsinizsə, biraz belə qəşəng hündür çıxsın. Ona görə çox incəltməyin. Və gördüyünüz kimi hamısını bu üsulla hazırlayıram və məsafəli şəkildə listimizə düzürəm. Listin içində də mütləq bir 25 dəqiqə gözlədin. Ən azı yəni 25 dəqiqə gözlədin ki, öz mayasını alsınlar. Çünki mayalı xəmirdə bişərkən yumşaq alınsınlar. İçliyi qoyub hamısını hazırladıqdan sonra başlayıram kənar hissələrini şəkərbura kimi bükməyə. Şəkərbura kimi bükəndən sonra üst hissəni çevirirəm belə alt hissəyə və alt hissədən başlayıram yaymağa. Yenə də qeyd edirəm, siz yayarkən çalışın çox incəltməyin xəmiri. Biraz yaydınız bəs edir. Çalışın elə biraz hündür qalsın. Üzərini salafanla örtürük və 25 dəqiqə müddətində gözlədirik. Hamısını hazırladıqdan sonra üzərlərini örtdüm, bir 25 dəqiqə gözlətdim. Daha sonra isə burada mən 3 yumurtanın sarısını götürdüm və 3 yumurta sarısına 2 çay qaşığı süd əlavə etdim. Yaxşı-yaxşı qarışdırıb üzərlərinə çəkdim. Yumurta sarısını üzərinə çəkdikdən sonra çəngəlləyirəm və sobaya yerləşdirirəm. Üzərindən də bir neçə yerdən çəngəllə yenə də deşirəm ki, artıq qabarcıqlar olmasın, yəni formasını itirməsinlər. Dəyərli izləyicilərim, soba haqqında sizə məlumat vermək istəyirəm. Mən gördüyünüz bu Elifin sobasında bu zeyrən çörəklərini 250 dərəcədə bişirdim. Yəni sobaların dərəcəsi hər bir sobada eyni olmur. Məsələn, ola bilər ki, mən burada 250 dərəcədə bişirdim, amma sizin sobanızda 200 dərəcədə, 190 dərəcədə də pişə bilər. Ona görə hər zaman qeyd edirəm ki, hər kəs öz sobasının dilini bilməlidir. Hər sobada eyni dərəcədə bişmir. Bir də münasib qiymətə soba almaq istəyənlər bu Elifin sobasından alıb istifadə edə bilər. Və gördüyünüz kimi artıq zeyrən çörəklərim hamısı bişib hazır oldu. Yumşaq, ətirli, dadlı, çox gözəl alınıblar. Rayon yerlərində əslində zeyrən çörəyi təndirə yapılmalıdır. Onu da buradan qeyd edim. Amma təbii ki, biz indi Bakıda olduğumuz üçün təndirim yoxdur. Ona görə mən sobada bişirdim. Mən artıq bu zeyrən çörəklərini ikinci dəfə bişirəndə çalışacağam ki, çox belə incəltməyim, biraz elə hündür qalsın. Onu da qeyd edim ki, zeyrən çörəkləri cəmi 25 dəqiqə müddətində bişib hazır olur. İftarda, çay süfrəsi üçün, çərşənbələrdə, Novruz bayramında rahatlıqla hazırlaya biləcəyiniz çox dadlı, ləziz bir şirniyyatdır. Göz haqqınızı halal edin. Yeni videolarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın. Allah'a əmanət olun. Əgər videonu bəyəndinizsə, Kəmalə Kərimli 82 kanalına abunə olun, videonu bəyənib şərh yazmağı unutmayın. Dəstəyiniz Kəmalə xanım üçün motivasiya mənbəyidir. Paylaşılan videoları bəyənib şərh yazanlara öncədən təşəkkür edirik.